baş ağrısının növləri var. Migren iynə dərmanla müalicəsi hələlik mümkün olmur. Niyə bizdə olur? Çünki onu biz orada arı zəhərindən, iridoterapiya, zəlidən, arı məhsullarından istifadə edirik və migren odur ki, beyin damarlarına gedən, belə beyin toxumasına gedən oksigenin və qanın miqdarı azalır. Damarın az miqdar daralması nəticəsində. Soyuqdan da ola bilər, aclıqdan da ola bilər, əsəbdən də ola bilər, yuxusuzluqdan da ola bilər, səsdən, küydən də ola bilər, güclü işıqdan da ola bilər. Bir də ki, xüsusilə də qadınlarda aybaşı dövrü yaxınlaşanda bu ağrılar tutur. Bəzən bir neçə gün, bəzən bir gün çox şiddətli ağrılar olur. Sonra keçir, ayda bir dəfə. Yəni, müxtəlif formalarda göstərə bilir. Və bəzən də ola bilər ki, ağrılar ağrı formasında yox, baş gicəllənmə formasında, başda səs formasında da özünü göstərə bilər.